Müğənni Nura Suri sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı sərt ittihamlar səsləndirib. O bildirib ki, illərlə dövlət tədbirlərində pulsuz çıxış edib. Lakin bu tədbirlər üçün ayrılan vəsaitlərin mənimsənildiyini sonradan öyrəniblər. Mədəniyyət Nazirliyinin keçdiyi bütün tədbirlərdə biz, müğənnilər, dövlət tədbiri deyə pulsuz oxumuşuq. Əvəzində isə heç kəsə lazım olmayan diplomlar veriblər. 2004-2022-ci illər ərzində. Sonradan xəbər tutduq ki, dövlət bu tədbirlər üçün vəsait ayırırmış. Lakin həmin pulları Mədəniyyət Nazirliyində çalışanlar mənimsəyirmiş deyə müğənni qeyd edib. Sənətçi həmçinin nazirlikdən icazə almağın çətin olduğunu, bəzi şəxsi münasibətlərin buna təsir etdiyini iddia edib. Bir dəfə ərizə yazıb klip çəkilişinə icazə istəmişdim. Akademik Musiqili Teatrda həm də Əli Qismət bəylə bu barədə danışmışdıq. Çəkiliş qrupu artıq çəkiliş üçün yerləri müəyyən etmişdi və biz ödənişi də etməyə hazır idik. Amma nazirlikdən icazə ala bilmədik. Daha ətraflı məlumata aspolitika.info saytından əldə edə bilərsiniz.